Herkese salam, kanalıma hoş gelmişsiniz. Bugün sizlerle birlikte təzə vloga başlayırıq. Təzə vlogumuzu bu arada Moskvada eləyirəm. Bu arada ki, biz Moskvada yoxuz. Gördüğünüz üzere çox qəşəng bir hava var. Əslində hava çox da qəşəng deyə bilmərik, çünki açıq külək var və soyuqdur. Amma belə qəşəngdir. Yəni indi həyətdə kişi bir də qadın oturub futbolkada və şortikdədirlər. Size ev turu göstereceğim uşaqlar. Həm də ki ev turunun içində də vlog olacaq. Birinci balkonda olmuşken balkonu size gösterim. Balkon işte buradan başlayır. Belə şkafla görürsünüz. Sonra stol var. Ondan sonra pəncərələri. Sonra belə bir şkaf var. Bura etirazlarımızı qoyuruq. Və altda da burada lipiçka var. Burada da dəftər zat var. Yəni ehtiyac olanlar. Burada da rozetka var. Belə oturub rozetkanı takırsan və orada teknolojiyadan oynayırsan. Biz əslində Məhəmmədlə bir yerdə buradan bu pəncərədən Konya'ya gelirik. Yenə elə bir şey eləyəcəm. Gördüğünüz üzere girdim. Burada Kuxunada pəncərə var. Yəni onu aldım. Və biz pəncərəni açıq qoyuruq. Hər gün açıq qoyuruq. Bağlamırıq. Rozetka var belə. Belə bir ağ stol var. Burada rozetkanızı da qoyarsan ya da telefonunu. Yəni nə istəyirsənsə. Burada da belə bir yer var. Burada da dayımın medalıdır. Belə də bir stol var uşaqlar. Və bu da onun mebeli. Bu arada burada da var. Bu da xaladenik. Və bu stola mən çox xoşum gəlir uşaqlar. Elə bir ofis stoldur. İndi uşaqlar sizlərlə birlikdə uçacağıq. Uçduq. Bu arada nə ilə uçduq? Bu dostlar, bu adamlar. Sizə zalı göstərməyəcəm çünki zalda mamam və qardaşım var. Sizə hamamı göstərim, hamam da belədir. Əslində dayım iki dənə ev var. Bu evdə biz yaşayırıq. O birisi evdə onun yoldaşının evidir. Amma bu evi biz gördük, o birisi evə bu gün gedəcəyik. Və vlogu sizə göstərəcəm. Əslində o birisi evi çox uzaqdır. Yaxşı sizə çox bir gözəl yalan dedim. İkinci ev yox. Bu evin evidir. Kirayədir. Toplamda 30.000 verir kirayə. Yəni hamam mən də xoşuma gəlmədi. Amma yaxşıdır məncə. İndi sizlərlə birlikdə bir belə daha vlog çəkmək əslində səhər-səhərdən başlamaq lazımdır. Amma bilmirəm. Məncə ev turu çəkdik, bəsidir. Bu şkafda sizə göstərəcəm nə var. Və точнее уборка edəcəm bu şkafdan. Burada çox bardaqdır. Burada 2 dənə kart var. Belə magazin kartları bulunmuş. Biri Pichorочка, biri də Moya Vita. Belə bir şkafçik var, amma bilmirəm nədir. İçində nə istəyirsinizsə qoya bilərsiniz. Amma içində bilmirəm nə olub. Bura piyoslar var demək istirdim. Belə bir dodaq stili var. Gel belə bir. Bu platok üçündür. Platok üçün, yəni qrana belə oynayır. Qaş düzəltləyici. Bu bilmirəm nədir uşaqlar. Yəni bilmirəm bu nədir. Kim bilirsə yorumlara yazsın. Düşünə bilmirəm yorumlar açıq olacaq yoxsa yox. Bu da platok üçündür uşaqlar. Bu salfetkanı atıram. Bunu da atıram. Skoç. Bu bilmirəm nədir. Açar. Bu pomada da mamamda da var, məndə də var. Və bilmədiyim şeydən 2 dənə daha. Bu arada belə 2 dənə. Bu bilmirəm nədir, güzgü kimidir. Açardım. Bunu bilmirəm. Kartuşka. Bu çirəmiş şeyini də açacağım. Yani çok doğrudur. Hem az olanda çok doğru olur. Çok olanda çok olur. Aslında bir ama belki soğuk oluyordur ya. Bu arada açamıyorum gördüğünüz üzere. Azmayet. İki yerden açtım. Bu
O yaşına baktı. Yerden açtım. Oo, elime bakın. Sen yapmaz bir Elime bakın. Sen Elim ses mi olur? çok ol. Oy. Hele bot saçak. Oy. Tak. Bunu buradan belə eləyək və çıxardıq. Hələ çox qatları var. Belə bir şey olacaqlar. Və paltar təmizləyir bu belə. Bunu indi kirətməyəcəm. Belə bir qəşəng şeydir. Qapının açarı. Yəni bu Görməni. Mən görənə vardı. bu belə bir şeydir. Belə. Sonra bunu da belə eləyək. Bu bilmirəm nə. Kanalını belə biraz indi Snapchat'da şəkillər çəkir. Onun üçün lazımdır. Pomada penalı, belə qələm karandaş penalıdır. Belə qələm karandaşlar və burada qələm karandaş var. Onu bura qoyuram. 2 dənə tenlər var belə. Parmak görsədir. Bu masajordur. Açıb sizə göstərəcəm. Amma indi yox. Bilirsən? Bu masajor əslində önce işlətmişəm, amma sizlərlə birlikdə açacağım. Belə bir masajordur. İndi siz o qədər eləməlisiniz hansı rəng məndə var. Və məndə roza rəngdir. Əslində bu mənimdir. Dayımın yoldaşının. Açaq. Bu arada zaryadka pardası da var. Eğer istəyirsinizsə, sizə göstərəcəm indi. Bu arxa yerindən batareya taxmaq olar. Məndə oranjeviydi uşaqlar. Mən elə bildim rozaydı, amma məndə oranjeviymiş. Yəni məndə yox, mənim dayımın yoldaşında. İndi səsə baxın. Bu belə qol zad düşündüm. Çox qəşəngdir. İndi zaryadkası yoxdur. İndi zaryadka taxanda çox qəşəng səs eləyir uşaqlar. Zaryadka taxdım, gördüyünüzdə səsə baxın. Bu belə 5 dəqiqə zad qalmalıdır ki, əyliyə çox qəşəng verəsin. Çox qəşəngdir məncə. Bugün tort bişirəcəyik, bilmirəm bişirəcəyikmi, bişirməyəcəyikmi. Hələ ki düşünməmişik. Və vlogumuz qurtardı uşaqlar. Sağ olun.